Bismillahirrahmanirrahim, elhamdülillah. Biz davam edirik Quran oxumağı öyrənmək üçün giriş kitabından və gəlib çatdıq şəddə mövzusuna. Şəddə təbii ki, hərfin üzərində yazılır. Şiddət mənasındandır. Yəni, o söz hansı ki, o sözün hərfinin, hansısa bir hərfin üzərində şəddə işarəsi var, o söz şiddətlə oxunur. Yəni, 2 dəfə deyilir. Məsələn, elə şəddə sözü özü, məsələn, şəddə. Şəddə sözündə şəddə işarəsi var. Şəddə işarəsi budur. Yəni, bunu atsaq, əslində belədir. Şədədə. Yəni, şədədə. Aydındır. İndi eləyək şəddə. 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 Düzdür. Və ərəb deyib ki, 2 dəl yazılmaqdandırsa, onun ikiliyini bildirən bir işarə olsun. O da nədir? Şəddə işarəsi. Aydındır. Şəddədə, yəni şəddə qoyulan sözlərdə eyni cinsdən olan bir hərfin 2 dəfə təkrarlanması və birincisinin sukunlu olması lazımdır. Şəddə. Şəddə. Vəddə. Quranda var vəddə. Vəddə necə yazılır? Vəddə. Yəni vəddə. Düzdür? Bunu şəddə ilə əvəz ediblər. Birinci dəl sukunludur. İkinci dəl isə hərəkəlidir. Aydındır? Şəddə mənası budur. Təbii ki, şəddə sözün üzərində gəlir. Daha doğrusu hərfin üzərində gəlir. Bu hansısa bir hərf götür və üzərində bu cür yazılır. Və yazıldığı hərf 2 dəfə oxunur. Şəddə, qallə, ammə. Aydındır? Və dəllə. Məsələn, burada bizdə kitabda veriblər, məsələn, raddə sözünü veriblər. Raddə. Sonra şəddə verib raddə. Və dəlin üzərində hərəkə qoyub. Və misallar çoxdur. Məsələn, əbbə, əxxa, əddə, əzzə, əşşə, assa, ətda. Bunlar hamısı hərəkə, yəni şəddə olaraq aydındır. Üzərində şəddə yazılan sözlərdən sayılır. Və bu bizim şəddə dərsimiz və növbəti dərs tənvin dərsidir. Tənvin nunlaşdırmaq deməkdir. Tənvin nunlaşdırmaq deməkdir. Və tənvin yəni sonda hərəkənin öz cinsindən olan, yəni fəthədirsə fəthədən, kəsradırsa kəsradan, dammadırsa dammadan eynisin hərəkənin yanına qoymaqdır. Məsələn, hərəkələr, məsələn, fəthə, kəsra, dammə. Öz cinsindən olan olsa olur tənvin. Yəni, fəthəli tənvin. Olur kəsralı tənvin, olur dammalı tənvin. Bu tənvinin işi nədir? Nunlaşdırır. Yəni, in, an və ya ən və ya un. Demək ki, və ya ın. Aydındır? Nunlaşdırır. Məsələn, kitəbən, kitəbin və ya kitabun. Bunun vəzifəsi nunlaşdırmaq deməkdir. Əslində,
Əslində bu tənvinlər atsaq nun hərfidir. Məsələn, qələmun. Bu belədir. Qələmun. Və ya qaləmin və ya qaləmən. Aydındır. Deyirlər ki, hərfi silək, mimi qaytaraq vəziyyətinə. Əgər qaləmundursa, əgər qaləmindirsə, əgər qaləməndirsə və fəthə əlavə olunanda, fəthəli tənvin, o zaman əlif əlavə olunur. Bu mühüm qeyddir. Yəni, qaləmun, qaləmun, qaləmin. Heç bir dəyişiklik olmur. Amma qaləmə olanda qaləmən olanda mim əliflə uzadılır. Aydındır. Və bunun oxunuşunda dayananda uzatma var. Məsələn, deyirsən ki, məsələn, Quranda məsələn var, İnnallâhə Gafurun Rahimun. Allah bağışlayan və rəhm edəndir. İnnallâhə Gafurun Rahim. Məsələn, düzdür? Amma deyirsən ki, İnnallâhə, belə dayə var, İnnallâhə kənə Gafuran Rahimə. Rahimə. Burada dayanırsan ki, İnnallâhə Gafurur Rahim. Amma burada dayananda deyirsən, İnnallâhə kənə Gafurar Rahimə. Rahim demirsən. Aydındır? Gafurin Rahimin, yenə deyənsən, Gafurir Rahim, məsələn, varsa əgər. Aydındır? Amma burada isə uzatmanı nə edirsən? Uzadırsan. Təbii ki, uzatma keçməmişik. Lakin fəthəli tənvində uzatma işarəsi qoyulur. Aydın oldu, qardaşlar? Var fəthəli tənvin, var kəsrəli tənvin, var dammalı tənvin və tənvinin işi nunlaşdırmaqdır. Aydındır? Allah Teala daha doğrusunu bilir. Və sallallahu aleyhi və Muhammedin və alihi və sahbə ecmaîn.